Herkese salam, necəsiz qızlar? Biz çox yorğunuq. Neçə gündür ona görə səsimiz iraq olsun. Maşının üstündən keçəcək, gözümə gələcəm. Ona görə də neçə gündür səsimiz, küyümüz batıb. Bu gələn, hələ də onu sizə çəkməmişəm, bilirəm mən burada öldürəcəksiniz. Gələn bu yeni sprey, üstündə paylaşmışam ya, amma şortsa paylaşmışam qızlar. Spreyləri, həmən o spreylərə görə inanın ki, 2 gündür nə yeyə bilirik, nə içə bilirik, nə yata bilirik, nə dura bilirik. Heçdən idmanıma belə gedə bilməmişəm, indi gedirəm idmana. Gedirik indi idmanımıza, idman eləyəcəyik, gələcəyik və sabaha bacılarımızdan biri təzə evə köçüb, Nərmanovda sağlığına qismət. Canım bacımın. Gedib ona ev hədiyyəsi alacağıq, qəşəng. Ondan sonra sabah da onlara qonaq gedəcəyik. İndi burada gedək idmanımızı eləyək, görüm eləyə biləcəm, sürünə. Sonuncu pil olur. Qırmızı ışıqda bu Qırmızı ışıqda belə gedək idmanımızı eləyək, yeriyə də bilmirəm. Gedim idmanımızı eləyək, gəlim, biraz dincəlim eləyim. Axşam ambara keçəndə bu dəfə 100% çəkəcəm. Sizlər üçün o təzə malları %100 çəkəcəm. Gedib hədiyyə seçəndə də, ev üçün hədiyyə seçəndə də çəkəcəm sizlər üçün. Yadıma salın, yadıma salsın pərini çəkəcəm. Ana bax, şunka da özümdən böyükdür. Daşıya bilmədim. Allah, əlimdə daşıya bilmədim, qolumda daşıya bilmədim. Aslında belə sinirmək ki, çinimdə daşıyım. Esnəyə bir uşaq gəzdiriyor. Burada çatdıq idmana. Başladıq. Birinci bundan başlayırıq. Sonra elədiyimiz hərəkətləri görmə, əgər alınarsa çəkərəm sizlər üçün. Bir 10 dəqiqə burada sinmə hərəkəti eləyib keçirik digər məşqlər bilməyə. Qızlarımız gedirik indi evimizə, eşiyimizə. Oradan da düşüb hədiyyəmizi alacağıq. Oradan da keçəcəyik işimizə. Azmışıq, ürəyimiz sushi istəyir. İstəyir sushi zakaz edək. Hə bacım? Axırda sushidə qəşəng xəbər vermişdim ha, qaliq xəbər. Axırda dəfə sushi yeyəndə burnundan gəlmişdi. Qaliq xəbər gəlmişdi. Qoy görək nə edirik. İndi heç nə eləməyəcəm. Sakit ol. İnansız da travma kimi qaldı. O sushi, bu sushi. Hələ də sushi sifariş eləməmişik. Son sushi onda oldu ha. Axırda sushi yemək oldu bacım. Bizi aldık. Sushilərimiz də gəldi. Məryəm təqdimat eləyir. Gedək görək necədir. Nə qədər səhifə yoxlamışıq. Onlar necədini eləmsən? Əslində keçən dəfəkin bəyənmişdik, amma tam belə o deyil. Bəzilərində, bəzi rollarda şeydir, içi çiğdir, bişirmişdir. Hə, mən də baxmışdım ki. Qonaqlar da haqqında bölüşəcəm. Görünüşü pis deyil, qəşəng səliqəlidir. Uşaqlarla sushi yeyəndə bilmirik ki, biz sushini yeyirik, yoxsa sushi bizi yeyir. O, yəni naməlum məsələ olur. Hə, heç bir şey qızlar. İndi düşmüş aşağı. Burada bir dənə aptekdə İngilişimiz var. Onu həll edib qalxırıq ambara. Gedirik ambarda çəkiliş eləməyə. Hədiyyə almağa səki gedəsiydik. Yoldaşım dedi ki, sabah getməmişdən qabaq. Hə, girərik dedi, oradan alarsan. İndi bugünümüz kargo olsun. Sabah digərlərini çəkəcəm. Qızlar, demişdim də gedəcəyik bacımgilə. Gəlmişik bacımgilə. Salah, məndən yəni yaxşı vlog çəkən yoxdur da. Yemişik, içmişik. Səni təmiz belə bomboş eləyəndən sonra vlog çəkirəm. Hə, balıq heç balığı bütöv götürmüşük. Elə bir şey olmuyor. Əllərimə sağlıq bacım. İndi birazdan bacım haqqında sizə məlumat verəcəm. Rusiyadan bilirəm, məni izləyənlər çoxdur. Zarafat bir yana. Yəni məlumat verəcəm. Bacım Rusiyada kosmetoloqdur. Məlumat verəcəm. Rusiyada kimlər ki var, ürək rahatlığı ilə bacıma müraciət eləyə bilər. İndi birazdan detaylı çəkəcəm. Qoy təmiz buraları yığışdıraq eləyək. Çay süfrəsinə keçəndə Məryəm xanım çıxdı balkona. Bu da Pərvin xanım, necə görünür. Bu arada köynək Zara'dan almışdı o gün. Şalvar da qızlar bizə yeni gəlib. Necədir? Özümə mən də götürmüşəm. Birini həm kariçlisin, həm qarasını götürdüm mən də özümə. Hətta Asilə görən kimi istədi ki, mən də istəyirəm. Yəni çox qəşəng şal vardı. Bunu köynəklərini də gətiribdi Leyla, dərs kostyum edib. Və su qiyməti nədir də? Yəni su qiyməti nədir qızlar? Materialına görə əlanın əlasıdır. Necə görsənir Pəriş? Məncə qəşəng görsənir. Məryəm xanım da burada. Buranın mənzərəsi qəşəngdir. Tərəfdən də Pərvin o binalar görünür. Bu nətər olur bacım? Yox, biz tərəfdə də deyirəm görünür o binalar. Hələ bizim önümüzdə bina yoxdur, bu baxlar. Bax qızlar, biz də baxanda biz tərəfdən o binalar və dəniz görünür. Qonaq otağından baxanda. Biz bilsən niyə hündürdəyik? Hündürdəyik, hə, ona görə. Görsənir.
Heç nəyə çəkə bilmədim qızlar. Nə hədiyyə almağımızı, nə bir şey. Uşaqlarla inanın ki, qaça-qaça hər şey eləyirik. Mən uşaqlar qoymadı düşəmə hədiyyəni alanda çəkəm. Ekolifdən almışıq. Çox qəşəng də sağ olsunlar. Paketləmə elədilər. Çinələ qəşəng paketləməsi də var. Qəşəng sərgəli paketlədilər. İnşallah ev yiyəsi özü də bəyənər. Bu yerə pərişbirdən şey olur. Vazanı. Göl bəyənirsən bacı. Bu arada kızlar, bacım Moskvada tanınmış kosmetologdur. Səhifəsini indi burada yerləşdirəcəm. Kim istəsə ürək rahatlığı ilə Rusiyada yaşayan hər kəs gedə bilər. Həm də lazer aparatı var. Səhifəsini yerləşdirərəm, keçid edib baxarsınız da. Başından bir tane pizza satın mı? Skoşlarla böyle kapşırdım dilimleri. Öyle gel kapşır takma. Açabilirim. Ay kırılmasın diye. Bu gelsin kardeşim. Evine gidiyor. Bir görmüştüm sen çeken videolar. Al. Al. Gülleri sen gülleri bir yani. Yok koşturan böyle şeyler. Bursa da gel. Hayırlı çok olsun. Sen de geçmişsin. Beğendim bacı düzünde. Çok güzel. Xeyir olsun. Evin eşyalarıma uyğundur. Çok sağ olun, xəyiz çox olsun. Sən sağ ol. Kəsinliklə oldu. Bəli, Rusiyada yaşayan xanımlar qəşəng orijinal prosedur istəyirsinizsə, qəşəng lazer aparatı istəyirsinizsə, Rusiyada Sevincin yanına gedə bilərsiniz. Rusiyada hamı tanıyır. Belə tanımayanlar üçün çəkirəm. Kimlər ki, məsələn, Azərbaycanlı bir xanım istəyir ki, həm üst prosedurları, həm lazer aparatına. Bəli, rahat şəkildə gedin. Özdə mənim adımı verin. Endirim də eləməsə mənə şikayət eləyir. Endirim də eləyəcək sizə. Səhifəsini də burada yan tərəfdə şəklini yerləşdirəcəm, baxarsınız. Neyden versin? Ona bak. Buzlu ananas mı? Ulan bir versin mürebben yoksa avcılansın. Bəsli, все. Bana da satın. Kerim neye bakırsın? Bunu verin. Üstüne tekesin. Sen ne götürürsün? Kerim uşaklığına bakır. Bir koydum zoruna bak keyfini yok girsin. Sen ki danışma. Ha, halen deydi. Yok, kulağım ses gelir. Büyükte tangur işitmedi ses. Büyükte o ses işitmedi. Aynen gibi boş kanka. Sakit uşaq. Əslində salamlaşmışıq vloqun əvvəlində. Sadəcə o bir vloqumuz elə biraz az idi deyə, az oldu deyə, az çəkə bildik deyə. Dedim bunu da vurum digər vloqumuzun əvvəlinə, qəşəng sonrasına daha doğrusu uzun uzadı qəşəng bir vloqa baxın qızlar. Bugün dənizə gedirik, hava qəşəng istidir. Çocuklarım dəniz istəyir, mən də bunları aparıram dənizə, gedək sizə ən təmiz çimərliyi, hansı ki Bakıda illərdə artıq o çimərliyə gedirik, təmizliyi əladır, göstərəcəm yəni haradır, həm də qəşəng ailəvi bir məkandır. Gedək görək orada nə edirik, bizim bu bəbişlərimiz orada nə. Marketdən qızlar alışverişimizi elədik, orada uşaqlarla təbii ki çəkiliş eləmək mümkün deyil deyə çəkiliş etmədik. Yəni bir dənə qarpız alırıq, ondan sonra düzəlirik yola. Gəl oğlum. Gel, yavaş yavaş. Geldiğimiz yer Leman'da. Ben de biz buraya gelirik. Bisikletkalarımızda bakın orada o mavi olanlardı. Bakın bunlar. Orada tutmuşu. O bisikletkaların kıymeti 30 manattır. Burada sadece bisikletkaların kıymeti 10 manattır. Biz de denize yakın olsun, uşaqlara rahat olsun diye oranı tuttuk. Şimdi gidirik gardıroba paltarlarımızı değişmeye. Ondan sonra gelip uşaqların balaca bir havuz var. Onu doldurup oturmağa. Zagar almağa daha doğrusu. Həli qızlar, burada baxın, belə qəşəng dondurma maşınları gəlir. Belə qəşəng dondurma maşınları gəlir. Uşaqlara dondurma aldı, birazdan aparıram suya. Kərim bəyin dənizdə sağlıqlı görüntüləri. Baxın belədir. Qara qaralıq bu oğlan. Kərim, kargo gəlir. Sinə nə çıxacaq? Kərimin paltarı, kofta, şalvar. Gedək balamın kargosunu göstərəcəm sizə balamın. Ne qəşəng göstərirsən sən belə mavi.
Ay oğlum. Ha. İki sesi. Mama. Haydi. Mama bugün kavgam gelme. Gelip bugün gidip götüreyim evden. Ha. Tamam. Mama sevsen. Sevsen. Ata diye de çekil o. 15 kilo. Bizim uçurtmamız. Üstü kızlar Məryəmlə Kərimin sifarişləri var idi. Onları da götürdüm. Wow. Sağ ol mama. Kərimin də onlar deyə səndən. Qoy ki Məryəm açsın baxaq Kərim, sonra sənkinə baxaq. Olar mı? Hayır. Bu belə üçlü set şəklində qızlar köynəkli. Mama ne güzel. Ama Bir. zaten benimkine bak. Bu 2. Bu da 3. O da şalvardır. Qoy sən orada sənkinə atacağım oğul, yaxşı. Və belə set şəklində də qızlar köynəklərə uyğun belə sərin şalvarlar sifariş etmişəm. de var. Hə, qızım var. Belə sarı rəngdə və belə mavi rəngdə. Məryəm geyinər çəkərəm, baxarsınız. İndi Kəriminkiləri açaq göstərək. Məryəm açarsan qızım Kəriminkiləri də. Ay mama. Ay. Belə set şəklində şalvarda qaz eləmişəm Kərimə. Bu 1, bu 2, Birazdan açırım. bu da 3. Köynəyi də aç göstər qızım. Bunları sırf isti havalar üçün eləmişəm ki, geyinsinlər. Bu da köynəkləridir. Bu 1. Bu 2. Bu da 3. Belə set şəklində qızda 3 Məryəmə şal var, 3 kofta, 3 Kərimə şal var, 3 kofta. Ümumi 90 manat ödəniş etmişəm. Sizcə dəyər? Məncə dəyər. Çünki mən belə özüm sifariş etdiyim sifarişlə müştərilərə də gətiririk. Yəni kim istəsə gətiririk. Sırf özüm sifariş etdiyim geyimlər, yəni köhnəlmir də. Bu Məryəmin bu vetrovkası. Yəni illərdir sifariş etmişik biz. Geyinir, xarab olmur da. Belə. Tırnaq ustasına var. Mən bir neçə günün vlogunu birləşdirib paylaşacağım da. Ən sonunu çəkəcəm. Nədir? Bayaq canlıda hamı soruşurdu. Çıxılı bir mola verdik. Bu da tırnağa gəldiyimiz yerdə bir şirniyyat evi var. Yəni qızlar südlü paxlavaları möhtəşəmdir də. Südlü paxlava sifarişimiz südlü paxlava molası verdik. Yəni bu paxlavaları həqiqətən şəhərin heç yerində tapa bilməzsiniz. Sırf bu da dolanıb. Qızlar dırnağımın son halını göstərim sizə. Qoy fokuslayım. Fokuslanmadı. Baxın nə qəşəng oldu. Bunu xarici bir trenddə tapmışdım. Ustama göstərdim. Əvvəl qaldı fikirləşə. Sonra bildi ki bunu mənə eləməsə mənim o buradan gedən deyiləm. Birə-bir eynisini elədi. Əsil yay dırnaqları görün nə qəşəngdir. Sevirəm də bu qızım mən vallahi. Sizə demişdim yeni məhsullardan çəkəcəm. İndi o spreyimizi də göstərəcəm sizə. Artıq shortsda onun təqdimatını partlatmışıq, az qalıbdı. Bir də belə stik tonallərimiz gəlibdi. Dior modildir. Bir də qızlar indi bilirsiniz nəyi çəkirdim? Pahalı mı çəkirdim? Bir dənə onu ver mənə. Pahalı mı çəkirdim biz bu Instagram üçün, YouTube üçün də qoy çəkin. Mən birdən deyirəm ki, biz yerli istehsal satmırıq. Biz saxta mal satmırıq. Çırnıyırlar ki, bu 10 manatlıq maldır da. 10 manatlıq malın nəyinin saxtası olacaq? Var da, bax fakt var. Bax bu qıraqdakı olan, bax bu. Işıqdan bilir. Bax bu pardon, əlinlə işarələ. Bax bu. Bu müştərimiz bizə göndərib ki, Lola xanım aldadılmışam, korobka filan eyni. Vururam, spirt qoxur. Bu isə bizim satdığımız orijinal Diyarbodinin pahalımıdır. Biz satırıq 10 manata, müştəri alıb bunu 5 manat 50 qəpiyə. Yəni 3 manat 50 qəpik arasında fərq var. Amma yanır tökülüdür, apardım da qaytarmadılar. Yazıq necə əsəbləşib, belə bilinir, belə də bilinir. Yəni rəngindən bilinir. Amma qızlar bilməyən adam, heç vaxt almayan adam məndə görər bunu təqdimatda. Gedər mağazadan bunu alar da, deyər yəqin Lola xanımda rəngi biraz açıq düşüb, yatın düşüb. Və yaxud heç onu da fikirləşməz, deyər ola bilər də, yəni belədir. Amma sözüm ondadır ki, o birdən mən yazanda deyirlər, yox, bunu mən 1 manatlıq mağazada 1 manata görmüşəm. Ay sizə qurban olum, siz 1 manata görmüsünüz, almışsınız deyə bu demək deyil ki, biz də oradan alırıq, satırıq. Biz nə alırıq, nə satırıqsa hamısının yerli fabrikindən gəlir, qutuyla gəlir bizə. Yəni Diyarbodi fabrikinin birbaşa özündən gəlir. Yəni biz yerli istehsal mal satmırıq. Biz bunu yerli istehsaldan ala bilərik 1 manata, sata bilərik biz də 5 manat 50 qəpik. Görün nə boyda xeyir qazanarıq. 4 manat 50 qəpik. Yerli istehsalda bəli, yerli istehsallarda toptanı 1 manatdır bunların.
Amma biz bunu alırıq, mayasını götürürük biz buna. Sırf öz təmiz maya dəyərini deyirəm. 7 manat 80 qəpiyə gəlir, çıxır maya dəyəri. Yolda da biraz kargo xərci falan. Bunun üzərində bizə qalır belə deyim də 90 qəpik 1 manat arası. Bizə sərf eləyirmi? Bəli, eləyir. Niyə? Çünki biz bunu 3 dənə, 4 dənə satmırıq. Yüzlərlə satılır. 100 dənə də satanda 100 manat xeyrimiz qalır. İlin günün bu vaxtı. Yəni az deyil ki, hələ artıqdır ki, əksik deyil. Yəni biz topayla satırıq malı. Başa düşür, bizdən mağazalar alır, satır. Rayondan müştərilər alır, satır. Yəni bizə sərf eləyir bu. Hamı da elə bilir ki, elə yox. Niyə ki? 5 manat 50 qəpikdir. Ay Allah, Lola baha satır. Lola baha satmır. Bəli, qızlar, biz keyfiyyətli satırıq. Ona görə bizdən bir dəfə alan müştəri ömürlük bizim daimi müştərimizə çevrilir. Bir dəfə bizdən mal alan ömür boyu inanın ki, bizdən alır. Yəni illərdir biz varıq. Biz 2019-cu ildən bu yana biz varıq. Artıq 2026-cı ildir. Yəni bu boyda etibarı kütləni biz saxta mal sata-sata, yerli istehsal mal sata-sata qazana bilməzdik. Uzağı bunu bir dəfə bizdən alardılar. Görərdilər spirt qoxusu gəlir. İkinci dəfə almazdılar. Dedim burada da təqdimat eləyim bunu. Yəni biləsiniz ki, aldanmayasınız. Hər yerdə gördüyünüz palım, hər yerdə bizdə gördüyünüz mal o deyil, biləsiniz. Bu da Kiss Beauty-nindir qızlar. Fabrikindən isti-isti çıxıb gəlibdir. Rəng olaraq deməli bu buğday xanımlar üçündür. Bu normal dərli xanımlar üçündür. Bu isə daha çox açıq dərli xanımlar üçündür. Stik tonalində qızlar şüşə kimi oturur. Çünki tərkibində həm özünə nəmləndirici var, həm də baza var. Yəni bir dənə belə çəkirsiniz, şüşə kimi par-par yanırsınız. Bir damcı da sponjla yeritdinizmi? Yəni istədiyiniz yerə çantanıza atın, aparın. Çox amma çox gözəl bir tonal kremdir. Yəni bu kitaylarda görürsünüz dəri par-par yanır. Eyni ilə bu o effekti verir. Yeni mallardan çəkdim. Bir pəmin spreyi bir çəkeyim. O kəpənək spreyini demişdim ki, vlogda müştəri izləyicilərimizə təqdimat eləyəcəm. Söz vermişdim. O gündən inanın ki, qızlar vaxt yoxdur ki, mən sizə təqdimatını çəkəm onu. Baxın bu spreylərdir. Shortsda paylaşmışam qızlar. Burada da detaylı paylaşım. Hər yerdə bunun orijinalı biz satdığımız hər yerdə ən az 18 manatdır. Bizdə isə 9 manatdır. Niyə? Səbəbi odur ki, təqdimat məqsədli marka ilə əməkdaşlıq eləmişik. Marka bizə özünün satdığı maya dəyərinə verir, faizi verir. Biz elə bil satdığımız sayın faizini bizə xeyir kimi verəcək o. Biz də təqdimat məqsədli bunu 9 manatdan qoş. Yəni gələn dəfədən bizə də olacaq satışı 18 manata. Ona görə nə qədər ki var, götürün və qalıcılığı möhtəşəmdir. Yəni elə bilin ki, sprey yox, parfüm alırsınız. Bir də bunun parfümü də var bizdə qızlar. Parfümü əlimizdə amma az saydadır. Rusiyadan keçib əlimizə. Rusiyada bilirsiniz ki, indi hal-hazırda sanksiyadır. Markalara boykot vurulub. Ona görə orada müəyyən bizim bu tanış toptancılarımız var ki, əlindən sırf hansı ki bu marka mağazalarda mal verən toptancılarımız. Baxın budur. Eyni ilə baxın üzərindəki bu parfümdür. Yəni bu şey açma ehtiyac deyil. Bax bu parfümdür eyni ilə. Yəni normalda bunun 80 millisin qiyməti orijinalı hamıya məlumdur, amma bizdə cəmsi 70 manat. Hər bir şey, barkodu, QR kodu, hər bir şey də üzərindədir. Yəni tam orijinaldır. Elə bilin ki, 3 qat aşağı qiymət alırsınız. Belə, təzə mallarımız çoxdur. Qızlar indi hissə-hissə çəkdikdə bir də duxu setini ver göstərim. Bir də qızlar, belə bir duxu setimiz gəlibdir. Bunların hamısı baxıram yorumlarda yazırsınız. Lola xanım çəkin. Baxın, bu duxularda belə göstərim. Qabların qablaşmasını daha çox belə bəyənmişəm. Görün necə gözəldir. Tam yazın, yayın, dənizin, plyajın, hovuzun qoxusudur da. Yəni bunlar o qədər qəşəng qoxulardır ki, bu sərin qoxudur. Bu birlərsə sırf yay qoxulardır. Yəni 25 manata 4 dənə parfüm alırsınız. Hər birdə 30 millidə 4 dənəyə. Bax belə 4-ünü bir yerdə 25 manata alırsınız. Və bu da yerli istehsal deyil. Maestacl markasının birbaşa fabrikindən gəlir. Bunların da yerli istehsalları var qızlar. 10 manata satırlar, 8 manata satırlar. Yəni o deyil. Mən öz satdığım mala zəmanət verirəm. Narahat olurlar. Belə məhsulumuz gəlibdir. Bu da yerli istehsal deyil, qeyd eləyim ki. Belə elə bilin bir məhsul alırsınız. Amma bir məhsulun içərisində sizin istifadə edə biləcəyiniz bütün lazımlı məhsullar var. Ənlik güzgüsünə baxın hələ. Tempality və kontur. Baxın, belə set şəklində cəmisi 7 yox, belə 10 yox, 7 manatadır qızlar. Belə normalda qiyməti 10 manatadır. Bu dəfə indirimli qiymətlə gəlir. Aşıq olmuşam, məhsula xəbərimiz yoxdur. Bir də var bunun pudralı göstər pərdin. Baxın, pudrası
Güzdə var burada. Güzgüsü də var. Bronzeri və highlighteri. Yəni möhtəşəm ötəsi bir şeydir də. Bu da eyni ilə 7 manatadır. Yəni bu qiymətə ala biləcəyimiz ən keyfiyyətli məhsullardır deyə bilərəm. Qızlar, vlogumuzu burada Kərimlə sonlandırıram. Kərim bəy geyinib, keçinib, hazırlaşıb gedir Melisin ad gününə. Balam qəşəng qaralıbsa qaralıbdır. Sağ ol ola ki, elə Kərim qızlar. Növbəti vlogumuz Melisin ad günündə olacaq. Denən öpürəm, sağ olun. Öpürəm, sağ olun.